Salam, hörmətli izləyicilər. Mən hüquqşünas Zaur Seyidzadəyəm. Hüquqla problemi olan şəxslərə, sağlamlıq problemi olan şəxslərə bir neçə məlumat çatdırmaq istəyirəm. Xahiş edirəm, məndən böyük, mən verdim xəbərdarlığı, övlad xəbərdarlığı kimi qəbul etsinlər, kiçik əmi dayı xəbərdarlığı kimi qəbul etsinlər, digərləri isə bir qardaş xəbərdarlığı kimi qəbul etsinlər. Dostlarımız da bu xəbərdarlığı dost xəbərdarlığı kimi qəbul etsinlər. Zəhmət olmasa videonu bəyənin, YouTube kanalına abunə olun, daha çox şəxsin bu xəbərdarlıq barədə xəbəri olsun. Söhbət nədən gedir? Hörmətli izləyicilər, vətəndaş bir də problemi olub, məhkəməyə müraciət etmək istəyir. Gəlir kiməsə deyir ki, məhkəməyə ərizə yazmaq istəyirəm. Başı çıxmayan adam da gəlir deyir ki, hə, mən sizə kömək edirəm, yazarıq falan beşmişəm. Bir görürsünüz, başqa iddia ərizəsi verilməli, götür başqa iddia ərizəsi verir. Məsəl üçün mənim başıma gəlib, hörmətli izləyicilər, qeyd edirəm, diqqətlə izləyin, zəhmət olmasın, söhbət nədən gedir. Söhbət ondan gəlir ki, məhkəməyə başqa iddia ərizəsi verməli, dediyin kimi götür bir başqa iddia ərizəsi. Məsəl üçün bilirsiniz ki, mülkiyyətdən istifadə forması 3 forması var. Yaşayış hüququnun təsdiq olunması, tanınması və əsəri hüququn tanınması və məcburi payın verilməsi. Məsəl üçün, gəlinə deyirlər ki, sənin qaynatan evindən heç nə düşmüyor. Amma orada incə detallar var, məsəl üçün. Belə, gəlinin yoldaşı qaynatandan qabaq və yaxud qaynanadan qabaq sonra belə rəhmətə gedibsə, birinci qaynata rəhmətə gedibsə, orada gəlinin pay düşür. Nəzərə almaq lazımdır. Əgər yox, birinci onun həyat yoldaşı rəhmətə gedib, sonra qaynata mülkiyyət sahibi rəhmətə gedibsə, ona pay düşməyəcək. Və yaxud nəvəyə nəzərə alın, eyni qaydada. İncə detallar var. Və yaxud əlilliyi olan şəxsə, qulluq edən şəxs rəhmətə gedib, başqası gəlib, ona qulluq etməyə, ailə üzvlərinə. Bu halda ona müəyyən cizgi var. Hansı ki, dövlət tərəfindən həmin şəxsə təyin olunmayıb və deyib, assistent yoxsa götürüb həmin şəxsə deyib ki, təzədən komissiya keç. Və ona da məsləhət çünki ərizə yazıb, məsləhət verib ki, keç. Amma əslində bu halda lazım deyildi. İcra hakimiyyətinə bir ərizə yazılmalı ki, patolojinin təyin olması. Bunun kimi onlarla məndə belə işdə olub, hörmətli izləyicilər. Yəni, deməklə məqsədim odur ki, mütəxəssisə müraciət edin, vəkilə müraciət edin, hüquqşünasa müraciət edin. Sağlamlığımla bağlısa onu demək istəyirəm, mən özüm də əlilliyi olan şəxsəm, əlillik arabasındayam, hörmətli izləyicilər. Gedib başqalarına müraciət edəmin, həkimə müraciət edin.